Baxıram işləməyə, saat 16:30-dur. Ümid edirəm görünür burada hər şey. Startı bastıq. İşləyə bildiyim qədər işləyəcəm, amma çalışacağam ki, gecə 12-yə qədər işləyim. Ən azından işıqlı vaxtları sizə də göstərəcəm. Qazanc nə qədər oldu, sonda da bugün nə qədər qazandım, onu göstərəcəm. Sifariş gəldi. 20 lari. O bomba diye sifarişler. Okey, götürdüm. Getdik. Musiqimizi də qoşaq. Soyuqdur, soyuq. Yes. Benzin də lazım diye bizə. Gece 12'ye kadar işlemeye çalışacağım. Ama dediğim gibi soğuktur, ne kadar bacarsam. Biraz işlerimi halledeyim. Bir tane şey alacağım. Ne diyorlar ona? Monopod. Bir de kaskaya kamera. Bunları ellemeye lazımdı. Burada nömrelerde 4 tane hərf var. Ve belə başa düşürəm ki, nömrə ucuzdur. Ona göre nömrələrin 90%'i belə, ne bileyim, maraqlı hərflərdən ibarət. Məsəl üçün, bilməm, görünür ya, buju, bu. Sola göstərir, amma biz sağdakı yolla gedirik, çünki benzin vurmalıyam. Benzin dibindədir. Qulağımdakı musiqini eyib ki, buradan ara ötürə bilmirəm. Sürün qaqalar. Bu arada problemlərdən danışarkən bunu qeyd eləmədim. Mən normalda Provan B kateqoriyasıdır. Burada moped, motosiklet falan sürmək üçün A kateqoriyası lazımdır. Məndə isə A kateqoriyası yoxdur. Başım günlərin bir günü markete gittim, geldim. Gələndə belə avtobus yoluna girdim ki, hamı girir də, yəni burada. Ama protiv girdim ben. Ki buradan buradı da. Neyse polis saxladı. Saxladı ki, bəs şeydi. 100 lari cərimə yazıram, bəs protiv girmişsən avtobus yoluna. Ha, etmə, eləmə, zırt pırt saat. Deyirəm ki, bəs hostelin düz qabağındayam da, burada qalıram. Ha, deyir ya, variant yoxdur, başım pasportu ver. Dedim gözlə hosteldədir, içərdədir pasport, gözə götürüm gəlirəm. Girdim içeri, bu müddətdə də pravanı vermişdim bunlara. Ben buradan sağa çıkmalıyam. Bir saniye. Neyse pasportu götürdüm, geldim. Gələndə qardaş dedi ki, sənin var şey kategoriyan yoxdur ki, 100 yazacaqdım, 200 yazıram. Allah etmə, eləmə, özdə pulum da çox az olan ərəfələr idi. Qardaş sağ olsun 200 lari cərimə yazdı. Əslində o mənim mopedimi də götürməli idi, belə aparmalıydı iştirakdan yazad. Amma da o qədər eləmədi. Regular, yəni 2.92 benzin 2.49'dur. Burada en ucuz olan yeri demək olar ki. Okey. Deyir arkada dayan. Beləncəsinə bir dənə benzin vuraq, gedək sifariş gözləyir bizi. $5 larilik regular vururam.
Burada 92-95 saat söhbəti deyil. Burada regulardır. Yəni belə sirkəliyirik, benzin oturur yerinə. 5 lirayı bəs eləyir mənə gecəyə qədər. Bütün günü belə 10-12 saat işləsən 5 bəs eləmir, 8-10 saat. Onu bax hardasa 12 lirayı 5 litr yəni tutur. Madloba təşəkkür edirəm deməkdir burada. 2-3 dənə söz bilirəm. Madloba, Qamaryoba salam deməkdir. Qamarcoba. 2 dənə də əlavə söz bilirəm. Çox da bir şey bilmirəm. Oyda çox az oldu ya. Benzin lap dibindəymiş. Nəsə ebi. Bitsə yenə gəlib vurarıq. Getdik. Buradan hardan göstərir? Sağdan. Vallahi burada dayanırlar, pəs dayandı. Mən buradan basıram. Sağdakı arayla. Burada hər dəxlisiz şeyə görə polis saxlamır səni. Ciddi cərimə eləməmisənsə, xüsusən də kuryersənsə, çox nadir hallarda saxlayıb ilişərlər. Qaqaş çox sağdasan necə? Bu arada burada yollar bərbaddır, onu deyim. Bərbaddır deyəndə ki, köhnədir sadəcə. Yəni bizdəki kimi hər xırda şeyə görə söküb təzədən asfaltlamırlar. Pul yemək üçün. Amma sürücülər bizlə müqayisədə çox daha mədəndirlər. Düzdür, burada da təbii olaraq yolda gizli şeylər baş verə bilir. Kimsədən belə pis sürdüyü ola bilir. Amma genel olarak bu arada en sevmediğim yerdi. Çünkü kərpizdi yolun axırına qədər. Ama mesela için arayla gedirsən, adam sağdaki sağa vurur yolu, soldaki sola vurur ki sen keçəsən, sen kuruyersən, işləyirsən. Onlar buna hürmet eləyirlər. Getdiyim yerin adı nədir? Biblusi. Bura birinci dəfə gəlirəm. Bura haradır bilmirəm. Getdiyim o da yerə getmişəm. Demək olar hər yeri tanıyıram artıq. Arada belə olanda qəribə gəlir. Çoğu necə yəni mən getmədiyim bir yer var imiş. Bütün mollarda, bütün restoranlarda olmuşam. Biblusi, hanova Biblusi. Burada bəlkə. Yes, Biblusi. Getdik. Hava soyuq olanda çox söndürmürəm mopedi ki soyumasın. Exit. Yəqin ki görürsünüz. Bir dənə yoxlayım, çəkirsən sən? Çəkirsən. 395 nömrəli sifariş. Biblusi. Bura birinci dəfədir gələm. Kitap mağazası. Ne maraqlı. Biblusi adından oxşuyur. Hello. Madloba. Sifarişimizi götürdük. Açıl Sam, açıl. Geldik. Attık sumkamıza, bağladık. Zaretkamızı taktık. Gel. Buradan sağa çıxsam necə olar? Bomba kimi olar məncə. Fırradır yoxsa mənə xəritə bax. Mən niyə oradan fırranım ki? Avtobus yoluna burada ancaq lisenziyası olan taksilər və mopedlər girə bilir. Təbii ki bir də avtobuslar. Ona görə çox rahatdır burada.
Moped sürmək, yolları əlimin içi kimi tanıyıram. Biraz yuxarı dırmaşacağıq. Bura Rustaveli küçəsidir bu arada. Bütün küçə başdan axıra böyük bir küçədir və axşam çox işıqlı olur da, yəni bu yeni şeylərin falan qoyublar, bomba görünür. Haydi, mən buradan sağa girməliyəm. Sən burada bir dənə saxlasan dayanacaqda zor olar. Mən buradan sağa girdim. Rıtıtıtıt. Rıtıtıtıt. Bu arada öz sürücülüğümü sevirəm. Şey kimi olmasın ama mən sürücülük vəsiqəmi Azərbaycanda 9-cu imtahanımda oxuyaraq almışam və bundan fəxr edirəm. Həqiqətən də yaxşı ki 9-cu imtahana qədər belə oxuyub almışam. Çünki qaydaları zadı bilirəm. Deyən anda qoyur da biri. Bütün qaydaları biləndə sürmək də çox möhtəşəm olur. Hər şeyi bilirsən və bilmirəm, anladınız da məni. Və qaydalara riayət edirəm. Söhbətə oraya gətirəcəkdim ki, indiyə qədər 2 dəfə qəzam olub, ikisi də öz səhvimdən olub. Əslində qəza deməzdim. 2 dəfə aşmışam mopeddən. Biri lap belə öz mallığım idi. Birində prosta yağış yağırdı. Gecə saat 2-dir, 3-dür, zatdır. Sifariş saatı qutarıb gəlirəm də. Mesela sola pavarat var idi. Dedim gaz verim, sürüşsün yorum necə olur. Öz alemimdə drift eləyirdim mopedlə. Neyse gazı biraz çox verdim. O uçan uçdum. Neyse ama ciddi değildi, elə beləydi. Ama birində biraz bayağı ciddi oldu. Ama onda da yani heç bir maşın zaten heç yox idi. Yenə yağış yağırdı. Yolda var idi, qatar reisi. Qatar reisinə əgər yağışda havadırsa, ümumiyyətlə hansısa maniyəni keçəndə onu tam perpendikulyar keçmək lazımdır. Və yavaş keçmək lazımdır. Mən heç fikir vermədim əvvəlcədən. Hava yağışdı və reisi perpendikulyar yox, biraz çəpəki keçdim və təkər sürüşdü. Biraz da sürətim var idi. Biraz da 25-30 gedirdim. Uçdum belə, dizim zırıq-zırıq oldu, nə bilim. Əlim zırıldı, amma ciddi bir şey olmadı yəni. Yenə də öz səhvim idi. Buyur yavaş. Yuxarını görürsünüz yəqin ki. Deyirəm də, xəritəyə baxanda artıq bilirəm ki, ha tərəflərə gedirəm. Biraz qalxacaq üzü yuxarı. Üzü yuxarı qalxanda havanın soyumağını burada bayağı hiss edirsən. Ayda buradan şəkil paylaşmışdım Instagram'da. Bu arada videolar paylaşmasam da bu 8 ay ərzində mütəmadi olaraq Instagram'da anlıq paylaşımlar eləmişəm. Yenə də mütəmadi olaraq kanatı da görürsünüz yəqin. Yenə də eləyəcəm mütəmadi olaraq, ona görə də məni Instagram'da da izləyin zat. Onu da hardan tapırsınız? Burada yəqin ki çıxdı videoda, amma aşağıdakı açıqlamalarda da link qoymuş oluram adətən. Qogam, sən niyə elə dayanmışsan yolun ortasındakı? Neyləməyə çalışsan? Parkovka? Elə. Elə yine. Yatdıq.
Bu arada maddedim maksimum 100 rengidir. Ki ehtiyac olmur heç o qədər yedim. Uzun böyük trasa çıxmamışamsa. Aeroport yolunda da ehtiyac olur. Diriyirsən belə. 102, 103 saat gedir bəzən. Bu arada bu sağda bilmem belə fırlananda görürsünüz yoxsa yox. Bu kanatın buradan üzü yuxarı çıxan hissəsidir. Orada bu arada görünmür ama. Mitsubishi Delica almağı düşünürəm. Əgər pul toplaya bilsəm, düzü tək onu düşünmürəm. Ford Transit də var ağlımda. Oyda, mən elə bildim bu evakuatordur ya. Bu necə möhtəşəm bir şeydir. Bax bundan istəyirəm. Bəlkə səriyyətin təkəri belə olur. Sağına kəsə bilsəm göstərəcəm sizə bunu. Mitsubishi Delica möhtəşəmdir. Ola belə təkər olar. Və əksəriyyəti belə olur, 4x4'dür, off-road'dur və plus da mini avtobus kimidir. Çox xoşum gəlir bunlardan, yəni o gün fabrikaya getmişdim, qabağımda 2 dənə belə səyahət edən Mitsubishi Delica. O təkərin bağırıyordan düşməsini gördüm və vuruldum. Sizə göstərmək üçün belə biraz sağına soluna girirəm. Çox qəşəngdir. İstəyir ki biraz balacadan, amma mən yəni 8 ay yox, 1 il 3 aydır ki 2 mərtəbəli kravatın aşağı mərtəbəsində özümə otaq yaratmış, şərait qurmuş adamam. İndi biraz yavaş keçəcəm, dönsün göstərim sizə. Bir də ona bax. Uf! Yoxdur belə söhbət. Qaqa, üzürü say mən keçəcəm. Ayda, bu necə möhtəşəm bir şeydir. Birinci baxanda elə bildim evakuator üstündə maşın aparır. Bu ola bir də. Yoxdur belə söhbət. Ayda, belli başlı dağa çıxırıq. Göstərim sizə. Çox qəşəng. Çox da protiv çıxmayaq da bəsdir. Əslində yuxarı çıxmağım yaxşı oldu belə sifariş verməyi. Sizə biraz oradan da mənzərə göstərərəm. Ümid edirəm ki nəsə görünür. Bütün bunlar hamısı növbəti videolarda yavaş-yavaş həll olacaq və bu yəqin ki ilk video yığılıb qalmış şeylərdən ötəri ən uzun videolarından biri olacaq. Qalxırıq dağın başına uşaqlar. Getdik buranın məşhur Tatsminlaya qalxan perevalları. Mənzərəni sizə göstərəcəm buradan. Bu görümlüyəm. Döngəli, saxlamağa uyğun bir yer tapım. Yes. Bunu sizə göstərməliyəm. Qəşəng də, necə möhtəşəmdir. Dağların başı qarlıdır hətta. Qoy bir də avtobus keçsin. Qoşduq. Delikanı göstərirəm sizə. Çıxartmağa xot yoxdur telefonu. Ümid edirəm elə görünür də yəni mənzərə. Çox qəşəng deyil. Yəni niyə öz yurdundan Albandan çıxıb gəlib burada yaşayırsan desən, göstərməyə o qədər səbəbim var. Çox qəşəngdir. Uzaqdakı dağların başında qar var. Bilməm bu nə qədər görünür buradan. Ümumiyyətlə bilməyəm nə çəkdiyimi, sinəmdə olduğu üçün uzad. Hamısı yavaş-yavaş həll olacaq. Yəni buradan maşın vurmadan qaydaq. Ona da qıtarın da. Yatdıq. Getdik. Camaat kitap gözləyir. Televallara var ya.
Dırıt. Bu podyomu qalxandan motor qızır adətən, yayda daha çox. Amma yəni bu muhabbətdə olan şey olarak qızmır da. Ayda sol tərəfə də girib göstərə bilərdim. Növbəti günlərdə eləyərik. Orada Gürcistanın Tiflis'in məşhur Mother of neydi o? Mother of Georgia. Gürcistan'ın anası heykeli var. Böyük. Bir elinde şarap, bir elinde kılıç tutan heykel. Onun hikayesinde oraya gedəndə danışaram. Bu dəfə yox. Bütün o kadar böyle darıxmışam, o kadar şey yığılıb qalıb ki, her şey istəyirəm bu videoda göstereyim. Ama olur, yani sesimden sevinçli olduğumu hissedirsiniz yəqin. Bura qalxmam bir mənfi zəhəti var ki, düzü Glovo da zordur yəni. Yuxarıda olsan da aşağıdan hansısa sifariş verir, yeyib götürürsən ama mesela o dağın başında sifariş olmur da adətən, təbii olarak. Buradan da bomba mənzərə var ama da bəsdə ya, hər yerdə dayanmaq istəmirəm. Havaya dayanıb göstərəcəm. Dayanmaq istəmirəm dedim, mənzərəyə baxdım, çox qəşəngdir uşaqlar. Yəni bilmirəm, hər şey sizə göstərmək istəyirəm, həvəslənmişəm. Uf, bütün Tiflis'i görürəm buradan. Bu kanatın qalxdığı yerdir. Neyse gezmirəm, yəni belə görürsünüz də buradan mənzərəni az çox. Çox uzaqlaşanda da nauşnikim qopur. Tut. Get bax. Aha, motor sönüb. Kendine gel oğlum. Montaj eləmək üçün belə darıxmışam da yəni. Gecə az yatmışam əslində bu günləri. Akşam düşdükcə və yuxu basacaq, indidən basır. Ama ya bugün gecəyə qədər işləyəcəm ya, həvəsliyəm. Ama yani o kadar həvəsliyəm ki, gelip montaj eləməyi belə istəyirəm də, yəni o montaj prosesi üçün belə darıxmışam. Ya bundan həqiqətən çox zövq alıram. Ayla, bunun dalına düşməzdik gərək. Fürsət tapan kimi keçməyə lazımdır, yoxsa axıra qədər gedəcək məndən. Ah. Yes. Geçti ya. Böyle buralarda yani bu podyomu qalxdıqca minimum bir 3 derece 4 derece havanın düştüğünü hissedirsən. Yani aşağıda 0 derece etse burada yəqin ki hal-hazırda -2'dir. Birazdan 3-4 -3-4 olacaq. Və o havanın fərqini hiss edə bilirsən həqiqətən. Yuxarı qalxdıqca. Əslində hündürlüyə də baxa bilərəm, hə. Çox yavaşdır sizə qaqaş. Döngədir də, dönün geçsin. Hündürlüyü göstərirsənmi? Normalde göstərir, prosta ana ekranına koymamışam onu. Neyse. Ha, bir de alacağım şeylerden biri de touchscreen olan LC'ydi. LC'm çok bombadı. Bunu götürmemiştim birinci qərəndə. Bu en son Azerbaycan'a gedəndə götürdüm. Çok qəşəngdi ama hayır ki armağında touchscreen yoktu. Ve o hiç işe yaramır belə situasiyalarda. Her dəfə çıxartmalı oluram. Çatırıq deyəsən, buradan sağa girməliyəm. Normalda podyum hələ gedir. Girəcəm bu araya.
Oh. Burada yolla eyni səviyyədə olan lük tapmaq çətindir yəni. Biri yuxarıdadır, biri aşağıdadır. Tək narazıçılığım bundandır. Və kuryerlər o qədər möhtəşəmdilər də yəni. Hamı bir-birinə salam verdi. Fərqi yoxdur, tanıdın, tanımadın. Hani nə bileyim, gəh siqnal, gəh belə marqat edirsən, başlayın azadıyla. Hamı bir-birinə salamlaşır. Nə bileyim, bu mehribançılıq çox möhtəşəmdir. Yes, çatırıq uşaqlar, buradan sağa. Buradan da sağa. Allah hara gəldi yola. Yes. Burada ev var imiş. Burada ev var imiş da. Girişi hardadır? Deyir ki, aha, burada yəqin. Yes. Mən çox vaxt təsəvvür edirsiniz, burada mopedin üstünə açarı götürmürəm. Düzdür, biraz güvəndiyim şey de odur ki, mopedimdə GPS var. Yada rahatam. Öyle. Hələ bir problem yaşadığım olmuyor. Da ne sipariş yadımdan çıxdı. Danışa. İkinci mərtəbə 6. 79.034. Görək bu qapıda mı? Yox la, bu olmaz. Təbii ki bu değil, çünkü burada 79.034 kodu yığılan şey değil. Bu arada burada qapıların 90% kodlandı ve liftlerin de 90% kodlandı. Və yaxud da qəpi iləndir. Liftlər qəpi ilə işləyir burada. Təsəvvür edirsiniz. Bura evin dalıdır. Burada değil. O bir səhv. Səhv girdim. Liftlər qəpi ilə işləyir burada. 5 ya da 10 qəpi. Atırsan qutunun içindən, ondan sonra lift basılır. Nadir hallarda görürsən ki, hansısa lift şeydir. Nerede onun adı? Pulsuzdur. Normalde böyle çətin yerlərə. Əslində mənim üçün çətin deyil, Yandex'də öyrəşmişdim belə sifarişlərə. Necə girək bura? Şey değil. Bir dəqiqə uşaqlar. Zəng eləmək lazımdır. Çünki nəsə, bu qapı var yəqin. Nə deyir? Açın okrana qapı kodu 79.034. Yox da 79.034. Oha lan, açıldı. Səhv düşünmüşəm. İkinci mərtəbə 6. 2'dir yoxsa. Liftə minmirəm çünki 2'dir. Yoxdur. 6. 2, 3, 4, 5, 6. Hello, is it you? Madloba. Happy New Year. Glovo müşterilerini sevirəm. Xüsusən də şeydən sonra, Yandex'dən sonra fərqi hiss edirsən həqiqətən insanların keyfiyyət fərqini. Nə qəşəng binada o bura. Qaqam gəl, gözləyirəm səni. Hello. Getdik uşaqlar, 20 var. Nə qədər? 15 manat. 15 dəqiqə 15 manat.
Necədir sənin üçün? 15 də deyil əslində. Biraz da çoxdur. Yox. Yox. Çox dedim. Nəsə 13-14 manat. Konfirmini deyirəm, bir dənə risk sifariş buradan verərsən. Yes, 2 dənə sifariş, birdən 20 lari. Hamısı da bir-birinə yaxındır. Bomba kimi götürdüm. Getdik. Oha lan, benzinim çox az imiş. 5 lari verdim. Lap dibində qalıbmış. Təzədən az qalıb. Düzdür, belə də hələ bir 100 kilometrə yaxın gedərəm. Ki o da mənə bəs eləyər geziyə qədər, amma risk eləməyə dəyməz. Yəni ucuz uyğun yer görəndə təzədən benzin vuracam. Və yaxud da həmin yerdən keçsəm gün ərzində. Getdi indi üz aşağı. Və ara küçələr deyə çox bərk sürmürəm. Spar. Spar. Adam olmayan yerdə belə Pavarotik yandıran adamam da, yəni o qədər əlim öyrəşib ki, sağa döndüm sağa yandırıram, sola döndüm sola yandırıram, fərqi yoxdur. Arkamda, qabağımda maşın var. Səhərdir yoxsa gecə saat 5'dir. Heç bir fərqi yoxdur. Həmişə yandırıram. Və bu vərdiş çox bomba vərdişdir. Bütün sürücülərə arzu edirəm, xüsusən də Azərbaycandakilərə. Sür geçsin. Mən də gələm. Bize ne istiyorum? Başın üstünde olur ya. Neydi onun adı? Insta 360 oydu səfərləməmsə. Nəsə çubuqla bağlayırlar və bütün motosiklet, moped qarışıq sən də görünürsən. Sanki yuxarıdan çəkirmiş kimi. Danışa bilmirəm, bu nədir o? Burada bəzi döngələr inanılmaz sərtdir. Sadəcə artıq hamısını tanıyıram deyə. Harada necə sürməli olduğumu çox yaxşı bilirəm. Özümü çox təriflədim. Buradan da bomba mənzərələri göstərim. Yəni belə qalxın, görün ətrafı. Ne yaptın lan? Çox çıxdı ne? Məsəl üçün bu döngə. Konkret bu döngə 100 neçə oluyor? Beynim yandı deyəm də. Beynim yandı la, böyle gelip tam U dönüşü olan döngəyə neçə dərəcəlik bucaq demək olar? Sual, altta yazın. Bence 15 derece. 10 derece. Haydi. Mesela Yandex'ten Glovo'nun fərqlərindən biri. Ben uzaqdayım, ki sifarişi götürmüşəm. Yandex'te gedirsən, müşterinin belə ürəyindən keçdi birdən belə basır ki, at qaz edirəm. O da yazır ki 0 var.
boş-boşuna gedmiş oldum və vaxt itirmiş oldum da yəni. O qədər giz-giz problemlər yaşamışam Yandex-dən. Abi səndə o qədər elə şey yoxdur yəni. Gedirəm də yəni. Bir dənə də Delika. Delika. Vah. Sizi çox maraqlı yerlərə aparacağım burada. Növbəti videolarda. Qayıtdıq, hava isindi. Oo, nə yaxın. Nə zor, nə gözəl. 2 dənə yaxın sifariş var eyni anda, eyni yerdən. Ready. Ready. Sürün qaqalar, neydi o? Ha, Zomart çatdıq. Zomart nədir? Heyvan zatları. Şeyləri. Görək nə alıblar. 2 dənə sifariş. Olga ilə Viktora sifariş aparıq Zomartdan. Hello. Aha. Burada ev heyvanları bu arada çok sevilir. Her yerde var. This one? Maloba. Okay. Maloba. Hazır. 80 nömreli ve 386 nömreli sipariş. Yattı. İt bir şey yemi. Normal neydi ya böyle. Paçka. 7-8 kilo var. Hazır. İkisi de yakındadır, ikisi de birbirinin yanındadır. 386 hazır. 80 hazır. Birinci hansıdır? 80. 2-2-17. 7. Lap buradadır ki. 3-4 tane o tərəfdə. 500 metr. Etdik. Bir iki sifarişten sonra saxlayacağım, biraz videonu işləyəcəm. Həm zaretkam çox getməsin, həm mikrofonun zaretkası ölməsin. Həm də yəni sonunda göstərərəm də. Yəni deyirəm, əgər bu
proseslər sizə maraqlıdırsa yazın. Mən də daha çox belə videolar çəkim. Mən buradan sola girməliyəm icazənizlə. İcazənizlə dırmaşmalıyam yuxarı. Yetti. Kuça nomrası yetti. Məsələn, bəzən soruşurlar ki, dil bilmirsən falan necə olur? Gənclər birincisi əksəriyyəti ingilis dili bilir. Həm pis halda da Google Translate ilə idarə edirsən, yəni heç belə ümumiyyətlə dilə çox da ehtiyac olmur, yəni götürürsən, verirsən, götürürsən, verirsən. Solda da bizim yer, arxadan maşın gəlir, ona görə burada belə saxlayaq. 7 anı 7. 7. Yes, okey. Normal yer tapaq, parkovkalıq. Tapdıq. Yetti. 2-2-17. 80 hansıydı bunların? 80. Bu da böyle olandı. Birinci böyle olan sipariş olanda sevinirəm. Niye bilmirəm. Ah! Bunu attık bura. Üşüdüm. 7-2-12. Sırgaga. 8'i gördüm. Bəs 7. 6'nı görürəm, 8'i görürəm, 7'ni görmürəm. 7 yəqin yolun o tərəfindədir. Mən elə gəlir. 7. 7. Buradır məncə. Yəni də baxaq. Yes, buranı göstərir. Girişi tapa bilsək. 2-2-17 yazıb sadəcə. Böyük ehtimal ki ikinci giriş, ikinci mərtəbə 17 demək istəyir. Baxırıq buradakı yazılara. Heç nə başa düşmürük. Sağa baxırıq, sola baxırıq. Okey, zəng eləyirik. Deyirik ki, qapının kodunu yazmamısan. Ay bala. Ay Olga. Hello? Hello, can you speak English? It's Glovo. I'm here on location, but I don't know what's the code. Yeah, I'm here downstairs. Sorry? Just a minute. Sorry? Left side. Yeah. Yeah. I'm left side, it's second floor. Okay, I'm coming. Someone opens the door now. Okay? Coming. I'm coming second floor. Just 1 minute. Madloba. Thank you. Madloba. Baxdıq. Hey, it's here. Hava nəsə deyirdi. Prosta qulağımda da nauşnik var. Bəxtimiz gətirdi. 17, yes. Hello. Madloba, Happy New Year. Yataq. Birincini verdik. Confirm. Call when you arrive, I will meet you.
Bomba kimi. Necə açılır ola bu qapı? Hə, getdi o birisinə. O da o birisi də çox yaxındır. Nəzər. Və yazıb ki, çatanda zəng elə mən gəlib götürəcəm. Eto. Oldu lan. Kimsə nəsə göndərdi. Ama bilmədim kim idi o. Wine shop. Wine shop. Hey 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 hey. Deyirəm çəkirsən hələ də. Öz-özümə danışmıram da mən burada. Yəqin ki. Selam qaqalar. Şok. Bura mərkəzi şeye yaxındır. Liberty meydanına. Liberty Square. 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 Çatırıq. Çatırıq. Bu lükü sevmirəm. Lükların yerini belə tanıyıram. Çatdıq. Çatdıq. Buradan belə sağa çıxırıq şeşkimə mani olmayaq. Nə bombadı la o? Gözə göstərəcəm. Hello, is it you? 1 minute. Madloba. Have a good day. Is you? Ya bunu göstərim sizə. Jillet. Çok zordu. Getdi Qavaş. Qavaş da hazır orada gözləyir. Möhtərəm. Belə olanda zor olur. 20 liraya bu, 40 liraya necədir sənin üçün? 2 küçə o tərəfdən deyir götür gətir 8 liraya. Bəzəm. Hazırdır. Georgi. Təzdən bura gələcəm. Buradan götürəcəm. 2 tane o tərəfdən götürüb gətirəcəm 8 liraya. Bu arada bu həmişə belə olmur ha. 600 metr. Yəni bu yeni il ərəfəsi olduğu üçün 3x ilə verir. Söhbət odur. Xodlamaq lazımdır birinci. Hay. Hay hay. Qaqa qısa yol ola niyə mənə fırlatır sanki? Dümdüz satırıq da üstünə.
Çıxırıq üstünə. Sür qaqaş, verirəm sənə yol. Tazənsən. Dıt 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 dıt. Dıt 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 dıt. Dıt 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 dıt. Sür daha ne oldu? Adı nedir? Dario. 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 Hardasan? Dario. Dario. Çatdı vaxt elə bir. Thai masaj. Dario nədir ki? Anlamadım ya. Görək Dario nədir və hardadır. Baxırıq bir dənə ətrafa. Ətraf. Ha, Dario gördüm. Delicious food house. Delicious. O oluyor lan. Necə açılır bu qapı? Bura deyil qaqaş. Haradır bəs? Burada axı bəs qapı bağlıdır. Qapı necə açaq? Bəlkə bərk. Yes. Hello. Hello. Öf, çox pis iyi gəlir. But can I use here? Yes. Buranı kəsərik. Tualetə girəm də. Valla sifarişi gətirənə qədər. Abla. Bomba kimi həm ziyarət, həm ticarət tualet işini əldə elədik. Mario. Hava. Nədir? Dəhlizin yan tərəfində bir sıra bir dəqiqə, qapılar var. Giriş sağda ikinci mərtəbədədir, bomba kimi. Ha, 36 sağ ikinci mərtəbə 5-ci mənzil. Heç əziyyət çəkmirəm, uşaqlar belə nəyisə axtarmaq üçün. Yer tapmaq üçün falan. Orientasiya anlayışımı da sevirəm, hər şeyimi sevirəm. Düzdür, çox problem olur fərqli situasiyalarda. Amma genel olaraq yəni 10 dənədən birində nəsə problem, çətinlik olmağı normaldır da yəni. Bir zəhmət o qədər olsun. Sürün qaqalar. Tıt 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 tıt. Ondan sonra bilmirəm zaretqam nə qədər gedər falan. Sonra montajda da gərək çox əlləşeyim. Ona görə bundan sonra
Bu sifarişi də verim, sonra saxlayacağım telefon zadı, sinəmdəkinin zadını çıxardım istəyirəm. İşləyim gecəyə qədər. Bir də axşamüstü. Əslində axşamüstü də, nəysə başım bırax. Nə qədər gedər. Axot yoxdur nəylə sərləşməyə. Oturub baxaram bir-bir videolara. Harada nə danışmışam, harada belə boş boğazlıq eləmişəm. Çatdıq ki. Çox sürətli oldu elə bir. Oyda, Estaston. Tanıyan var onu? Bilməm, görsə yoxsa yox. Cırılı bir yarısı. Amma mən tanıyıram. Tanıyan var o yaşı, Estaston. Mən hələ 15-16 yaşlarım var idi. Qaqaş küçədə gitara ifa edirdi. Sonra belə bayağı məşhurlaşdı, nə bilim, konsertlər zat. Amma məsləhət görürəm hamınıza. Girin YouTube'da Estaston yazın və dinləyin. Bir çoxunuz yəqin ki bilir. Mən yenə sifariş götürmədim. Məndə normalda belə şey olmur. Prosta video çəkə-çəkə danışıram eyni zamanda. O görə unuduram. Konsentrasiyama təsir edir. Bir tərəfdən də qulağımda elektronik musiqi gedir. Yəni hal-hazırda bir əlimdə 8 dənə qarpız tutmuşam və eyni zamanda pul qazanıram. Nə deyir? Dəhlizdən girdik içəri, sonra yadımdan çıxdı. Giriş sağda, ikinci mərtəbə. Sağda. Okey, sağdakı budur. İkinci mərtəbə 5. Köhnə binalar. Sovetskidə elə bil bura. Burada bir dənə qapı var. Bu da heç 5-ə oxşamır açığı. Rəqəm zət də yoxdur. Bir dənə də qalxsaq mı? Bir dənə də qalxaq. Bir şans da verək. Anlamadım. Olacaq ki burada, amma heç bir rəqəm yoxdur. Ona görə nə indirik? Zəng edirik, deyirik ki mən buradayım. It's great. Yeah. I see that. Okay, I'm coming inside from grey door and the right side. Yeah, what's the door code? Okay, I'm wait. Okay, I'm coming. Deyir açıram. Yes, açtı. Sadece bu arkaya, yok yanındaki arkaya girmiştim. Olur böyle şeyler normal olarak. Lokasiyanın rəqəminə baxmamışdım. Madloba, have a good day. Yes, bu da böyle. Oha, 38 var nədir ala? Porsche Center. Axıt yoxdur ora getməyə qardaşım. O şeydir, şəhərin o birisi başıdır. $38 idi sifariş verdi amma götürmədim. Ora getsəniz o kimdə oradan qaydan. Qudurmuşam, Yandex'də belə şeylər eləmirdim. Yəni nə verdi götürürsən. Amma Qulava da axıt yox.
Beşe bir dayanıp sigaret çekim. Ne? Sigaret? Bu arada uşaqlar uzun müddətdir ki sigaret çəkmirəm. Sadəcə buradan tütün alıb tütün çəkirəm. Bir aya bir paçka 15 lari. 2 paçka sigaretin qiymətinə bir ay istifadə edirəm və belə də həm də az çəkmiş oluram. Gündə nə bilim 3 dənə, 4 dənə maksimum. Və bu çox yaxşıdır. Amma indi ürəyim istədi. Amma sifariş verdi. 12 lari. Aha, kəşf verir özdə. 11 lari. Hamla götürdüm. Çəkmirəm, getdik. Haradır bura? Nə deyir? Galereya. L'Occitania mağazası. İçəri girməlisiniz. C mərtəbəsində. Hədiyyə qutusu. Getdik. Galerida adı yadımdan çıxdı. Bir də baxaq da. Təzdən baxmayaq. Galereya bilirəm aradı. Galereya. Galereya L'Occitania. Getdik. Akras hava yavaş-yavaş qaralır. Oralar işıqlanacaq. L'Occitania Allah yadımdan çıxdı. Musiqinin səsi azaldı elə bil, yes. L'Occitania. Çıx, qarda var. Qulova bu arada. Həftəyə bir dəfə ödəniş edir, amma çox qarışıq deyə bu ödəniş sistemi. Ona görə izah eləməkdən vaz keçdim. Elə qısa izah eləsəm, sən qazandığın pul yığılır balansında. Nəqd sifariş verəndə bir-birindən çıxırlar və qalan fərq nədirsə, o sənin kartıma gəlir həftədə bir dəfə. Amma məsəl üçün tutaq ki də, düzlüyündə elə olmur çox vaxt. Nəqd sifariş verməyibsə, nə yığılıbsa, o sənin kartıma gəlir həftədə bir dəfə. Ona görə nəqd sifariş götürmək yaxşıdır mənim üçün. Çünki qazandığım pulu elə bil ki, anında əlivə götürmüş olursan, Türkün məsəli. Yes, görürsünüz yəqin ki. Oraların da işığı yanıb, yes, yanıb. Amma əlavə qaranmır, deyə çox da belə şey görünmür. Sür qaqaş, yol zəyindir. Burada ama mənimdir, bax, gözləməlisiniz, qaqalar. Qaqam, gözlə səndə. Görüyor musunuz? Ayda, mən yolun o birisi tərəfinə keçməliyəm. Dost olsun, gedib Amerikadan fırlanmalıyam. Burada hardasa saxlayıb qaça bilsəm. Necə olar, amma saxlamağa yer də yoxdur. Gedə fırlanaq, siz də görün bu Rustavellinin işıqlı vəziyyətini. Biraz böyle dik oturum. Sizə görə fırlanıram. Yoxsa yolun sağında saxlayıb qaçacaqdım yolun soluna, amma fırlanıram ki görəsiz. Sol tərəfdəki daha öncəki videolardan görmüşdünüz, yəqin parlament binasıdır. Qoyma deyə çıxım. Sırf sizə göstərmək üçün. Ümid edirəm görünür də, yəni əziyyətim hədər getməyəcək. Sabahları bu arada yeni ili tek başına burada keçirdəcəm. Çünki yeni il günü hamı burada olur. Millət olur, bu küçə bağlı olur. Qısa reels ya da mənim shorts hansıdırsa formasında paylaşım edərəm da. Oradan ayrıca video paylaşmağa ehtiyac görmürəm.
Normalde buradan böyle girə bilərəm, riski sola qayıda bilərəm. Hız gedirik də. Hara tələsirsən? Hara gedirsən ay gəmi? Uzaqlara, uzaqlara. Məktub yazsan verərsənmi? Uşaqlara, uşaqlara, uşaqlara. Sırayla. Hara gedirsən ay gəmi? Yaxınlara, uzaqlara. Məktub yazsan verərsənmi? Hava söndü, bir dənə deyəm. Bir dənə deyəm. Yes. Neyse çıxdım sağa da bəs. Çox vaxt itirməyək, yolda probkadır. Gələk sifarişimizi götürək. Hər tərəf möhtəşəm işıqlıdır. Bu təkcə bu küçəyə aid deyil də bu arada. Bütün şəhər belə çox fərqli bəzəklərdən doludur. Həqiqətən yeni il havasını hiss eləyə bilirsən. İllərə kimi. Bakıya gəlir. Neyse boş. Müqayisə eləməyəcəm qardaş. Müqayisə eləmək istəmirəm. Sadəcə bura çox möhtəşəmdir. Mən buradan sağa girib razılara da eləməliyəm qardaş. O dönüşü. Deyir ki, ay haradaydı qardaş, deyir ki, o dönüşü deyə bir şey yoxdur deyir. O deyil də deyir. Nədir əslində bu? O tersine olur. Onu dönüş eləmək olmur. N dönüş eləyə bilərik biz. N. M. Çünkü onun ağzı yukarıdır. Ben buradan çıxıram avtobus yoluna, çünkü siz ağələdiniz ha. Bir dənə qardaşımsan, sağ ol günən. Sən də bir dənə sağ ol günən. Çox belə panyatkalısınız siz. Bu qədər panyatkalı olmayın da, nə ola? Getdik. Benim kreslo kimi oturmuşam mopeddə. Üzü yuxarını çəkə bilmək üçün. Ama da ayda sən də çıxırsan, zayıfsan. Mən çıxacaqdım ax. Ne var orada? Ne olsun indi miqaltan var. Sən düz eləmirsən axı qardaş. Yaxşı edirsən amma düz eləmirsən. Ne olsun ki Bank of Georgia'nın şeyini daşıyırsan. Bank of Georgia. Georgia. İnşallah burada 10 nəfərdən 8'in adı Georgi'dir. Georgi. Elə bir ki adını Azərdir də, yəni Azərbaycan Azəri kimi. Burada Georgisi var. Parlament binası. Kadrları ise Çin'inle gösteririm hal-hazırda. Как раз bu küçəni sizə göstərmək istirdim. Boşluq olsaydı süre ayağa durub göstərərdim sizə. O boşluğu vermirlər mənə hal-hazırda. Hələ də parlament binasının qabağında çadır qurub qalanlar vardı. Ne oldu qağam?
Sən ondan deyilsən. Sən kimsə nə zırtılıyırsan? Heç kim yox da orada miqalkalı zatdır. Sizə belə göstərə bilərəm biraz. Bəs özdür. Hara gedirdim mən? Hə, Saburtalo'ya. Saburtalo. Burada da şeyler var, var. Ne deyirlər ona? Qəsəbə mi deyim, ya nə deyim, adlar. Məsələn, bizdə necə Binəqədi, Biləcəri. Onları bilirəm artıq. Məsələn, burada Digomi var. Saburtalo var. İsani var. Mən buradan sağa necəsə çıxıb parkovka eləmək istirdim axı. Ha, bu Şaman dayı daha əvvəl sizə göstərmişdim videolarımda. Şaman dayı. Şamandıra. Qaqaş bir 3 addımda sürsək çıxacaq. Yes. Liberty Square. Bura Liberty Square metrosunun düz qabağıdır. Daha önceki videolardan bilmiş olmalısınız. Əgər izləyirdinizsə. Görürsünüz. Musiqinin adını bölüşürəm sizlə. Zuhu. Zuhu. Only. Only. Hadi adından sıxdı. Lokitani. I follow you. Lokitani. Neçənci mərtəbədədir bu yaxşı? G mərtəbəsində. G buradır. Lokitani. Yəni ətrafa baxırıq. Lokitani. Aa, gördüm. Gördüm. O ne lan? Siz ne maraklısınız. Kimsən senden gelirsən? Hello? Hello? Hello, can you speak English? You are called from Lokitani? I'm coming, just 1 minute. Just 1 minute. I take your order. Okay? Yeah, I'm here. Okay. Hello. Cut ear. Adloba. Götürdük. Bəzən belə də olur. Məsələn, deyir ki, paketin şəklini çək. Biz də çəkirik. Amma hələ konfirm eləmirik. Çünki mopedə çatıb, ya da başım bırax. Konfirm.
Nəsə yazıb. Nə yazıb? Çəkir, önümdən çəkir, çəkir, çəkir. Çəkin məni, çəkin, hey. Tərəzim saxlamalı çəkmir. Reparti saxlamalı çəkir. Eşşəy, onun alan da 5 ver. Səlli qəli. Önümdə xəz dəri dəri. Stil bayır bərbərim. Bunların hamısı cebindədir. Bunların hamısı cebindədir. Hamısı qəbirdədir. İki telefonuma atıla SMS. Adlanır Everest. Boş tanımır planı, kaç plan yeni tanırım planı. 11 vari kəş götürməliyəm indi məsəl üçün. Məsəl üçün deyirəm də, indi daha əvvəldən də olanlar var idi. Məsəl üçün 2 dənə 20 lari, bir dənə də 8 lari deyə sifariş götürdüm, 48 lari. O mənim kartıma elə bir ki, toplanır və o vergisiz adı çıxılandan sonra həftədə bir dəfə gəlir mənə. Amma bu indi 11 lari kəş götürəcəm bu sifariş üçün. Bu 11 avtomatik çıxılacaq həmin o 48-dən. Nəsə yazıb? Xatiya. Cinsəli qəli. Xoşbəxt ol, madloba. Getdik, smileyimizi də atdıq. Getdik Vake'yə, Vake. Bunların hamısı qəbirdədir. Yenə fırlamalıyam mən. Bir partiyada gedəcək uşaqlar bu. Ruslaveli küçəsin. Amma birinci xodlamalıyıq, hə? 3-4 dənə şey eyni vaxtda edirəm deyə. Şey deyəmirəm. Gəl xodlamaq yadımdan çıxır, gəl sifarişi götürmək yadımdan çıxır. Haydi. Buna mahnı dola. Oy da bildim. Məhəbbət payım. Sən necə gəldin ola bu playlistdən? Eləmə də belə. Senli günlerim sinemde hasretten ocak kalanır. Senli günlerim bana ölür calanır. Armenya. Hayalım gelmedi. Dalım dolanır başımda benim, seni harda gezin, harda arayım. Bu sevip sevilen yaşımda benim,
Tanrı'dan budur mu? Mehabbet payım, hayalım dolanır başımda benim. Seni harda gezim, harda arayım. Bu sevip sevilen yaşımda benim. Tanrı'dan budur mu? Mehabbet payım. Yeah, yeah. Hayalim ne olur başımda benim. Uşaqlar, bilirəm səsimdən bezdiyiz, amma mən çox zövq alıram yəni. Thank you so much dedim və getdim. Görürsən necə mədəniydiler. Görürsən qardaş, bu video 3 saat olacaq. Amma belə vecimə də deyil. Arada söymək istəyirəm uşaqlar. Nə qədər belə söyüş baxımından senzurasız olsam da bundan sonra, amma yenə də nəsə belə vicdanım əl vermir. Xəyalım dolanır başımda benim. Ne oluyor lan? Xəyalım dolanır başımda benim. Seni harda gezim. Oo, burada neyiniblər abi? Oo, əməlli yarmarka qurublar burada. Buraymış o məşhur olan yer. Gelirim bura sabahları. Sabahları geleceğim. Dolanır başımda benim. Seni harda gezim, harda arayım. Bu sevip sevilen yaşımda benim. Tanrı'dan budur mu? Mehabbet payım. İnşallah olabilir, yok bilirəm ki sesim yoktu ve sesim berbattı. Ama esas odur ki mən hazırda zövq alıram oxumaqdan. Bu yolda muhabbet sürüp, eyni zamanda pul kazanıp, eyni zamanda mahnı okuyup, eyni zamanda YouTube'a video çekip, eyni zamanda neyse. Nefesim kesildi. Buradan böyle bir tane naruşen edeyim. Yüngül var. Oradan düz getmək olmazdı çünkü bir defa poka düşmüşəm. 20 var zərmələnmişəm bir defa. O video koyaram bu zərmələnmə videomu. O mənə təzə vaxtlar idi, o mənə dərs oldu. İndiyə görə 3 dəfə zərmələnmişəm. Bir dəfə dedim bəyaqları 200'ları kateqoriyaya görə en böyle zirvesi pika olup. Bir tane buradan böyle düz gitmeye olmazmış. Düşüp böyle aşağıdan fırlanıp qayıtdım. İndi gördüğünüz kimi. Bir tane de giriş qadağan da olan yere. Heç zad olmaz 2 metrelik mesafe deyip basıp girdim. Sen de mi arkamda kamera varıymış. Böyle ama yani çok olup. Ne bileyim fərqli bilərəkdən qayda pozmaqlarım ki bunu ham edir burada və şey eləmirlər yəni burada. Çox da takılmırlar yəni hər şeyə. Yəni məsələn qırmızı məsələn yandı. 2 saniyə sonra keçdin zat gördün yol boşdur. Yəni normalda çox mən qayda pozan adam deyiləm amma ümumiyyətlə hamının elədiyi bəzi yazılmamış qanunlar var. Bunlara çok takılmırlar ve bilirəm ki polis görsə də heç nə deməz, kamerada onu görür ve şey eləmir, cərmələmir. Yəni tanıyıram, artıq kameralarda tanıyıram. 12'ye vurdum göz kapalı, 12'ye vurdum göz kapalı, 12'ye. 12'ye. Sivil polis bile burada çok qəşəngdir uşaqlar. Özür istəyirəm. Bayaq göstərmişdim. Yollar görürsünüz necə səliqəlidir uşaqlar. Velosiped yolu hər yerdə var. Avtobus yolu, heç kim bir-birinin yoluna girmir. Nə bilim ha.
Bura da çox qəşəng. Ay nəzər buralara gəlmiş oldu. Sinemi qabardıram ki görəsiz. Police. Bakarsan ha. Özüm ortayla yavaş yavaş biraz da böyle arkaya söykənib gedirəm ki görəsiz. Bəzəyi düzəyləri. 12'ye vurdum göz kapalı 12'ye. 12'ye vurdum göz kapalı 12'ye. Best. Sür qardaş yandı. Ben de deneyeceğim. Hayda yine geldi de bu daşlıq yola. Ne yapıyorsun? Bundan sağa. Yatar. Yes, sıxdıq. Orşodan steplər. Hayda, bu küçədə çox qəşəngdir sağdakı bəzəyi düzəylərinə görə, amma amma bəsdir, vay. Göylərdən ümidini kəsənlər var. Buyurunuz. Yol sizindir. Buyurunuz. Ama sizin değil. Ani. Siz hep dayanmışsınız. Hanım. Oo, bu necə bir keçidiydi. Musiqiləri hal-hazırda partlayış ediyor. Elektronikadan zaten Efraim'a oradan. Dost torpaqlı bir küləyəm, lakin mənəm sənə dayaq. Mən irəlisənsə geri, mən irəlisənsə geri. Hər adımda yaralıyam, hər adımda yaralıyam. Qardaş yandır da paxı bu. Yanmırmış, işləmirmiş. Dost torpaqlı bir küləyəm, lakin mənəm sənə dayaq. Aralıyam, çatdıq çala. Nə zordur o belə sizlə söhbətləşə işləmək. Çünki vaxt necə keçir bilmirəm.
De. Turanı göstərir. Buradan necə girim? 40. 40. Nə deyir görək? Getdik axtarmağa müştərini. Buralardadır. Burada olmasa da köçənin bir azca o tərəfində bir damcı. Bir damcı. Ne var burada? Ha, okey. Bu da Lokitani'ydi. Aynı mağazadı böyle. Hello, is it you? Yep, Madlova. Ah, yes. It's cash. This one. Madlova. Hoş, qəpi-qəpiylə vermək nədir də yəni? 10.50'də 11 ver də heç olmasa. Neyse, düzdür, əslində mənə qəpi də lazım olur. İftərə zala. Xüsusən də qəpiyim olmayan vaxtlarda. Ama yani ne bileyim ya. Ne bileyim valla. Bu da belə. Sən hələ də çəkirsən də, ümid edirəm. Yəni mən oha lan 1 saat 50 dəqiqədir. Okey. Biraz da çək. Piratsa da döz. Bəlkə burada saxlayayım. Və sigaret çəkim. İşləməyə davam edeyim. 18-18'di saat. Sonra ən sonda bir də hostelə qayıdıb dayananda nə vaxt ki tam bitirəcəm. Onda sizə deyərəm ki, bugünün qazancı nə qədər oldu. Olar mı elə? İcazənizlə. Bilməm, bura qədər kimsə qalıb mı? Ümumiyyətlə, yoxsa yox. Bu video böyük ehtimal ki minimum 2 saat olacaq. Neyse uşaqlar. Burada bitirirəm. Bir də ən son bugünün qazancını sizə göstərəcəm. Əgər həqiqətən də bura qədər izləyən varsa aranızda, siz çox dəyərlisiniz və sizi bərk-bərk qucaqlayıram. Yaxşı ki varsınız. Belə, o nə bomba şəkildir bu. Mənzərəyə baxın, bu sevgi ilə sizi zürafələrin öpüşməsi ilə bu kadrı sonlandırıram. Qeyd elədiyim kimi bir də ən sonda bugünün qazancını sizə göstərəcəm. Yes, telefonumu o qədər belə orama-burama bağlamışam. Açıb çıxara bilmirəm mikrofonla. Özümü də göstərəcəm, dur. Hə, uşaqlar. Zürafələrin öpüşdüyü mopedimi saxladığım bu möhtəşəm məkandan sizə sevgilərimi göndərirəm və mikrofonu bura bağlayıb bunun dalına soxmuşam ki, külək çox şey eləməsin və həqiqətən işə yaradı bu. Bu arada bunun eynəyi normalda olur, şüşəsi, amma qırılıb və ümumiyyətlə yaxşı göstərmir deyə çıxartmışam, istifadə eləmirəm, amma sürəndə külək vurur və o heç də yaxşı deyil. Və bu da sinəmə belə bir şey bağlamışdım ki, bunu da belə buna calamışam, onu buna zat. Hoşum belə bir şeylə sizə bugün çəkiliş eləməyə çalışdım. Maraqlıdırsa, nə bilim, nə sözünüz, nə sualınız varsa yazın. Mənə elədiyiniz like-dan, elədiyiniz abunədən zatdan da maraqlı yazdığınız şərhlərdir həqiqətən. Fikirləriniz həqiqətən maraqlıdır. Yəni bunu belə video nə bilim
yayılsın, nə bilim adamlara çatsın zat üçün demirəm. Ya həqiqətən maraqlıdır. Bilmək istəyirəm insanlar olaraq nə düşünürsünüz? Video çəkinmi yoxsa başım bıraxım zat? Başım bırax desəm də çəkəcəm onsuz da, yəni belə deməyimə aldanmayın. Çünki özüm zövq alıram bu prosesdən və sonra bəzən öz videolarıma girib baxıram ki, ola mən filan vaxt filan şey eləmişəm zat. Bu həqiqətən çox gözəl hiss və xoş xatirələrdir. Sevgilərimi çatdırıram, hamınızı sevirəm. See you. Videonu hələ sonlandırmam. Bir də ən sonuncu kadrda dediyim kimi günlük bugün nə qədər qazancım oldu onu göstərəcəm sizə. Öpürəm hamınızı. See you. Peace out. Deməli gənclər, gəldim indicə saxladım. Bitirdim bugünümü. Saat 11-də bitirdim. Hardasa 11:30-dur. Nəsə axot olmadı axırıncı 1 saat işləməyə. Deməli, əslində daha çox ola bilərdi. Bu arada bəzi problemlər zad oldu sifarişlərdə zad. Göstərim sizə. 6 saat 52 dəqiqə. Başım 7 saat 168 lari. Hardasa ortalama 1 saata 25 lari. Amma bu bayram ərəfəsi olduğu üçün dediyim kimi ekstra əlavə verirdi yəni də qiymətləri daha artıq verir. 14 sifariş 168 lari 7 saata. Ortalama normalda 8 saata 100 lari qazanırsan təxminən. Bu dəfə isə 7 saata 168 lari. 168 lari də hardasa 105-110 manat edir. Bir dənə pis tərəfi odur ki, bunun 25%-ni vergiyə verəcəm, çıxacaq. Təcili olaraq eləməliyəm. Təcili olaraq tətil günləri bitsin. Vergi verən söhbətini həll eləməliyəm. Beləncəsinə aşağılar, nə sualınız varsa, nə maraqlıdırsa soruşa bilərsiniz. Bu arada bu arkada keçən dayıday çox möhtəşəm dayıdaydı. İti də var bir dənə var. Çox bomba dayıdır. Sevgilər uşaqlar, özünüzə yaxşı baxın. Dediyim kimi nə maraqlıdırsa soruşa bilərsiniz. Peace. Növbəti videoda görüşərik. Abunə, like, zad onları da eləsəz daha bomba olar. Qəşən yoruldum. İndi gedib oturub 1-2 saat montaj eləyəcəm. Təbii ki 1-2 saata çatdıra bilməyəcəm hamısını. Yarısını da səhər tezdən durub eləyəcəm. Sonra sabah az işləyəcəm belə. Axşamüstü soyuğa qalmayacam. Axşamüstü hava qaralana yaxın bitirəcəm. Bir nə bilim 3-4 saat işləyib 100 laridə sabah çıxarda bilərəm. Belə, sonra da yeni il gedib şəhərdə keçirtməyi düşünürəm. Bu da bizim küçəmiz. Marjanaşvili. Özünüzə yaxşı baxın, hələlik.